kateqoriya sözləri təqdimat edilir. Layihəmiz hal-hazırda aktual olan fövqəladə hallar ilə bağlıdır. Layihənin məqsədi yanğın və qaz sızması zamanı xəbərdarlıq verir, evin işıqlarını söndürür, ev sahibinə fövqəladə hallara və təcili tibbi yardıma dərhal avtomatik olaraq konum və mesaj göndərir. Tədqiq sahəsi hal-hazırda məktəb, ofis, ev və digər yerlərdə mövcuddur. İndi isə gəlin sizə sensorlar haqqında məlumat verək. Bu MG2 sensorudur. Havada olan qaz sızmasını aşkar edir. Bu isə Arduino Uno'dur. Bütün sensorlardan gələn siqnalları oxuyur və digər qurğulara siqnal göndərir. Xüsusiyyətləri isə 14 bit spin, 6 analog spin və 5 volt işləmə cihazıdır. Bu isə LCD ekrandır. Sensorların oxuduğu məlumatları ekranda göstərir. Bu isə USB kabeldir. Bütün cihazlara 9 və ya 12 voltluq işləmə gərginliyi verir. Və bazı əgər yanğın olarsa səsli xəbərdarlıqlar verir. Gəlin isə bu sensorları ev üzərində sizə göstərək. Gördüyünüz kimi burada qaz sensoru bunu oxuyur və LCD ekrana məlumat göndərir. Bizi dinlədiyiniz və dəstəklədiyiniz üçün təşəkkür edirik.